Yasamalda bir neçə gün öncə faciə ilə nəticələnən yanğınla bağlı hamımız xəbərdarıq. Ölənlər var, yaralılar barədə məlumatlıyıq. Hələ indiyənə qədər müalicə alanlar var, hansılar ki, tüstüdən çox ciddi şəkildə zəhərləniblər. Bu dəqiqədə onların müalicəsi davam edir. Mən bir məsələni xüsusi vurğulamaq istəyirəm. Niyə bu yanğınlarda, eyni tipli yanğınlarda zəhərlənmələr baş verir və ölüm halları var? Bunun səbəbi nədir? Səbəbini sizə deyəcəm və mən istəyirəm ki, hər kəs bu məsələyə diqqətlə qulaq assın. Çünki baxın, bütün binalarda yanğın harda baş verir? Birinci və ya ikinci mərtəbədə elektrik şiti olan yerdə. Elektrik şitləri ümumiyyətlə hansı ki, o sayğaclar harda yerləşir? Birinci mərtəbədədir və yaxud da ikinci mərtəbədədir və hardadır? Şaxtadadır. Şaxtada yanğın başlayır qısa qapanmadan. Bütün kabellər yanır. Siz video görüntüyə baxsınız görəcəksiniz ki, binanın sanki başından bir borudan sovurma şəklində duman qalxmışdı, ərşə qalxmışdı. Bu samavar tipli, samavarın siz dütkeş deyirlər də ona, belə deyək də, o samavarın borusundan necə ki o alovu sovurur, qaldırır. Bax, şaxtadan da o cür qalxır. Təsəvvür eləyin, birinci, ikinci mərtəbədə adi qısa qapanmadır, yanğın baş verir, hətta adi deyil, təhlükəlidir. Qısa qapanma zamanı kabellər yanmağa başlayır və şaxtada, bütün şaxta boyunca oksigenlə kontaktda olur və başlayır alışıb yanmağa. Hər mərtəbədə o şaxtaların açılan qapıları var. Bilirsiniz də, plastik qapılardır. Alov qalxdıqca, sovurduqca, alovlandıqca o qapılar da əriyir. Qapılar əridikcə hər mərtəbənin artıq o qəfəslər ki var, belə deyək də, pilləkən qəfəsləri. Bütün o qəfəslər tüstü ilə dolmağa başlayır. Və bu qəfəslər tüstü ilə dolandan sonra insanlar ki o panikanı yaşayıb, hamı eyni anda çıxır o tüstülənən qəfəs zonasına və hamı orada zəhərlənir. Birinci burada problem nədən ibarətdir? Bu binalarda həmin şəxsləri maarifləndirmək lazımdır və təəssüf ki, bu yoxdur. Orada mən bildiyim qədər restoranda və ya da klinikanın deyəsən baş direktorunu həbs elədilər. O hansı ki, yanğın təhlükəsinə məsul idi. Mən əmin eləyirəm ki, heç onun xəbəri yoxdur ümumiyyətlə evakuasiya sistemi necə olmalıdır. Və nəyə gətirəm sözümü? O binanın tüstülənməyən qəfəsi də məncə yoxdur. Olsaydı insanlar tüstülənməyən qəfəs, yəni binanın kənarında olan o pilləkən qəfəsləri ki var, pilləkən qəfəsindən danışıram, insanlar oradan evakuasiya edilə bilərdi, onu da eləməyiblər. Bu insanlar hamısı tüstülənən pilləkən qəfəsinə çıxıb və hamı orada zəhərlənib. Onlar adi belə pəncərədən çölə başlarını çıxarsaydılar, bəlkə də onlara heç nə olmayacaq idi. Və nəyə gətirirəm sözümü? Həmən şaxtada olan zəhərlənmə, ani və sürətli baş verən zəhərlənmə nəticəsində bütün ərazi, bütün o məkan hər bir nöqtədən tüstüdən gələn zəhərləmədən insanlar öldülər. O insanların evakuasiyası zamanında çətinlik yaradır. Və mənim əzizlərim, nə etmək lazımdır? Bütün şaxtalarda, mərtəbə arasında ara kəsmə olmalıdır. Baxın, birinci mərtəbədə yanğın baş verir şaxtada. Onun ara kəsməsi olsa, beton ara kəsməsi olsa, o lokallaşar və həmin yanğın 1-də, 2-də, bilmirəm, 3-cü mərtəbədə baş verirsə, o dərhal söndürülə bilər. Nəyə görə birinci, ikinci mərtəbədə baş verən yanğın 26, 27-ci mərtəbədə, 22-ci mərtəbədə yaşayan insanların ölümü ilə nəticələnməlidir? Və hər hansı bir evin içərisində yanğın olanda belə, axı o betondur. Onun yan otaqlara, ümumiyyətlə qonşu evlərə keçməsi belə mümkün deyil. Bu insanlar tüstüdən zəhərlənir. Bu insanların zəhərlənməməsi üçün ümumiyyətlə yeni inşa olunan binalarda hesab eləyirəm ki, bundan sonra lazımdır və məncə də vacibdir ki, mütəxəssislər rəy verəndə tələb qoysunlar ki, binalarda elektrik şitləri olan, şaxtalardan qalxan bütün kabellərin ara kəsmələri təmin edilsin. Ara kəsmə olmadıqca, baxın, biz belə ölüm hallarının şahidi çox olacaq. Necə ki, bütün eyni tipli yanğınlar, eyni hadisələr, eyni zəhərlənmələr və ölüm halları hamısı eynidir, bir-birinə bənzəyir. Çünki ara kəsmə yoxdur, bu çox vacib məsələdir. İkinci bir məsələ, yenə deyirəm, maariflənmə yoxdur. İnsanlarımız həmən o pilləkən qəfəsindən, tüstülənən pilləkən qəfəsindən çıxmamalıdır. O binaların vaxtında necə icazə veriblər, onu necə tikiblər orada, onlar da ona məsuliyyət tələb eləmək lazımdır. Həmin o köhnə zamanlarda ki, o binalar inşa olunurdu, onlardan tələb eləmək lazımdır. Heç olmasa indi tüstülənməyən pilləkən qəfəsini quraşdırsınlar və insanların evakuasiyasını təmin eləsinlər, maarifləndirsinlər ki, bu hadisələr baş verəndə bax o zəhərlənmələrin, ölümlərin qarşısı alınsın və mən istədim ki, sizi də bu məsələ ilə mən məlumatlandırım və ümid eləyirəm ki, bu hadisələrə cavabdeh olan şəxslər mənim dediklərimi nəzərə alacaqlar və bundan sonra binaların inşası zamanı tələb edilən sənədlər sırasında bax, o bütün bu məsələlərdə ara kəsmə məsələsi çox vacib olaraq tələb olunacaq. Siz elə indi yaşadığınız binada gedin yoxlayın. Varmı ara kəsmə? Yoxdur.